Bu bizim Samanta bağımızdır. Samanta bağında yoldaşlar da gelmişler, gördüler. Yani bura bütün bağımız hamısı bakteriyal xəstəlik üstündədir. Yani ciddi bakteriyal xəstəlik. Bakter xəstəliyin səviyyəsi. Baxın. Hər hansı bir ağaca yaxınlaşırıq. Bakteriyal görürsünüz bu şəkildə. Fərqi yoxdur. Yəni digər bir buna baxın məsələn. Görürsünüz hamısı düyünlər də olur. Şimdi bax kan ağacı yaxınlaşırıq. Plastikə də yaxınlaşırıq. Məsələn bu. Baxın. Görürsünüz. Yəni bu şəkildə yəni çox həddən artıq böyükdür. Yəni bunu normalda Azərbaycanda bu boydasına ağaclara rast gələndə o bağı ləğv edirlər. Amma burada yəni hərəsindən konkret çıxartmaq üçün 2 kilogram bakteriyal düyün çıxartsan. 4 tərəfli hamısında eyni vəziyyət. Misal üçün gəl bu butuna yaxınlaşaq. Buna bax. Elimizdə bir şey də gətirmədik. Çünki qoxlatmaq istəyilmiş. Yəni hamısında eyni şəkildə böyük, yəni demək istədiyim məsələ nədir? Yəni mən burada nəyi izah eləmək istəyirəm? Xüsusilə şaftalda bu tip hallar çox rastlaşır. Mən burada nə iş görmüşəm? Yəni bu bağın vəziyyəti ilə tanış oldum. Gördüm burada bakteriyal xəstəlik həddən artıq ciddi vəziyyətdədir. Düşündüm ki buradan məhsul götürmək lazımdır. Məhsul götürmək üçün nə qərar verdim? Birinci seyrəltmədə ancaq defekt məhsulları çıxartdım. Təbii ki, bakteriyal xəstəlikdən ötürü kökdən bir dəfə mis sulfat axıdırsan, tona 2 kilogram mis sulfatla tədbiri görürsən ki, meyvə tutumu əldə edəcək. Yaxşı bir şəkildə məhsul tutumu əldə elədik. Ondan sonra bu məhsul tutumunun üstündə birinci seyrəltməni yaz başlayanda birinci seyrəltməni elədik. Həmin seyrəltmədə əsas defekt məhsulları apardıq ortadan. Növbəti, yəni tam bu vaxta qədər belə seyrəltmə davam edir. Yəni bu vaxta qədər gözləmişəm. Müəyyən problemli meyvələr, bilirsiniz ki, bunun bir dənə də sıxıntısı odur ki, meyvənin ortasında çata meyillidir. Onu da nəzərə alıb, seyrəltməni ən axıra saxlamışım. Gəlmişəm, indiyə qədər daima defekt məhsul 2-3 dəfə seyrəltməyə girmişəm. Ən son seyrəltməsi bu gündür. Yəni bu gün bitib. Dünən 2 gün bundan qabaq başladı, bu gün bitdi. Və həmin seyrəltmədə də konkret olaraq son o ortası çatlayan məhsulları çatdıq. İndi üstündəki yükü də görürsünüz və bakteriyal xəstəlik üçün əgər qışda həqiqətən mis sulfatla düzgün tədbir görmüsünüzsə, bu qədər gördüyünüz məhsul ki var, yəni hər halda inanmayacaqsınız ki, bu məhsulun biz kalibrini plus 70 eləyəcək, plus 65 eləyəcək. İnşallah ki, onu da zamanla çəkəcəm, göstərəcəm. Yəni bu şəkildə üstündə də bu xəstə ağacın üstündə bu qədər məhsul saxlamaqla hədəfimiz 65 plusdur, 70 plusdur. Yəni bizim burada əsas yükümüz 70 plus olacaq. Onu düşünürəm. Yenə də sizinlə bölüşəcəm. Baxın, məhsullarımıza da baxın. Yəni bunun demək istədiyim bakteriyal xəstəlik altında olanda bax, çalışmaq lazımdır seyrəltməni bir neçə dəfə eləyəsən. Çünki ağacın məhsulunu necə yetişdirəcəyinə zamanla qərar verirsən. Zamanla anlayırsan ki, bu məhsulu buna gücü çatacaqmı, çatmayacaqmı, ona görə seyrəltməni tənzimləyirsən. Bir də büyük meyvə bilirsiniz də, yəni tez-tez defekt məhsullar olur içində. Onları da artıq ortadan çıxartmaq üçün gərək 2-3 dəfə bizim seyrəltməni eləyəsiniz. Bu qədər. Belə.